Rasulullah sallallahu aleyhi və səlləm Allah subhanahu teala peyğəmbərlik verilməmişdən əvvəl etibarlı insan kimi yetişdirir. Təsəvvür edin, 40 il adam yalan danışmayıb, əmanətə xəyanət etməyib, başqa günahların heç birini eləməyib. O qədər nümunəvi insan idi ki, Qureyşlər onu əmin ləqəbi ilə çağırırdılar. Bu peyğəmbərliyə qədərdir. Peyğəmbərlik veriləndən sonra əsas məqam burasıdır, əsas təsir edən yeri burasıdır. Peyğəmbərlik veriləndən sonra bilirsiniz, Məkkə əhalisinin hamısı ona düşmən olur. Sevmir onu. Hətta axırda öldürmək də istəyirlər. Amma nədənsə səfərə gedəndə evdə olan qızılını gətirir, ona verir ki, ancaq sənə etibar edirəm. Qaydanda səndən alacam. Nə qardaşına, nə atasına, nə əmisinə, nə dayısına, nə ailəsinə Peyğəmbər sallallahu aleyhi və səlləm etibar edir. Düşmən saydığı, düşmənçilik etdiyi adama qəribə olan burasıdır. Gör nə cür əxlaq sahibi idi. Düşmən bilirdi ki, bu adam əmanətə xəyanət etməz. Düşməninin belə əmanətinə xəyanət etməz. Müşrik kafir olsa belə onun malına göz dikməz. Ən qəribəsi nədir? Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləmi məcbur edirlər ki, Məkkədən hicrət eləsin. Və hicrət edəndə də ona imkan vermirlər ki, evində olan malını götürüb aparsın. Evində olan malı hamısı qalır evində. Apara bilmir. Lakin müşriklərin həmin vaxt onda əmanətləri var idi. Onları götürüb apara bilərdi. Deyərdi ki, onlar mənim malımı alır, mənim malımı qəsb edir, mən də onların malını mənimsiyim, aparım özümlə. Yox, əksinə, hicrət edəndə öz yerinə Əli ibn Əbi Talib radiyallahu anhını qoyur. Bilirsiniz də, onun yerində qalır. Səbəbi nə idi? Deyir ki, ey Əli, evdə filankəsin əmanətləri var. O adamlar səfərdən qaydana dək, bu əmanətləri yiyələrinə qaytarana dək bu evdə qalırsan. Əmanətlərin hamısını qaytarandan sonra Mədinəyə hicrət edərsən. Kişi belə olur. Etibar olması əsl mümin belə olur. Əmanətlərin hamısını yiyəsinə qaytarır.